Salam dostlar, bu videoda sizlərlə bir yerdə məntiqdən bir neçə mövzunun ilkin anlayışları barədə məlumat almış olacaq. Vaxt itirmədən ilk mövzumuza, yəni şifrələrə keçid edək. Birinci sualımız şifrələr mövzusunda ola biləcək ən ideal suallardan biridir və yadda saxlayın, şifrələr mövzusunda, yəni bu sualı həll etməkdən öncə bilməli olacağınız iki qayda var. Birincisi, mütləq və mütləq eyni simvolun şifrəsi hər zaman eyni olacaq. Məsələn, burada açıqla görə bilirik ki, biz 9 ox işarəsindən də görmək olur, i hərfinin şifrəsidir. Deməli, biz i hərfini harda görürüksə, onun şifrəsi mütləq şəkildə 9 olacaq. Məsələn, pillə sözündə ikinci hərf i'dir. Deməli, şifrələrdə ikinci rəqəm nə olacaq? 9 olmuş olacaq. Məsələn, A variantı ona görə gedir. Baxın, ikinci rəqəm 6-dır. Sonra dostlar, fikir verin. i 9'dursa artıq biz L'ləri 9, Ələri 9, P'ni 9 eləyə bilmərik. Çünki biz bilirik ki, eyni hərfin şifrəsi mütləq eyni olmalıdır. Yəni, bütün i'lər 9 olacaq. Artıq i xaric başqa bir hərf, simvol və s. nə olur olsun, 9 şifrəsinə malik ola bilməz. Yəni, müxtəlif simvolların şifrəsi müxtəlif olmalıdır. Məsələn, görürsünüz, i 9'dur, 0 f'dir, 6-da z'dir. Bu şəkildə görmək olur ki, hər birində müxtəlif bir şifrə var. Məsələn, elə bunları bilmişkən, fikir verin, pillə sözündə 3 və 4-cü simvollar eynidir. Eynidirsə, deməli, bu ikisinin də şifrəsi mütləq şəkildə eyni olmalıdır. Məsələn, amma Y variantına gəlirsiniz, fikir verin, 3 və 4-cü yerdə duran ikisi də bir-birinə fərqli bir simvollardır və yaxud da rəqəmlərdir. Fərqli ola bilməz, çünki 2 dənə eyni hərf var orada. Ona görə burada eynilik yoxdur deyə Y variantda səhvdir. Sonra gəlirik. Artıq B, C, D variantları arasında qalmışıq. Fikir verin, birinci hər birində 8-dir. Deməli, P-nin şifrəsi 8-dir. Sonuncu da hər birində 1-dir. Deməli, Ə-nin də şifrəsini 1 kimi düşünürlər. Qalıb bu hissələr. Bu hissələrə əsasən biz sualımızı həll eləmiş olacaq. Məsələn, B variantında fikir verin, 6-6 verilib. Amma diqqətlə baxın dostlar, bizdə həmin 6 nəyin şifrəsidir? Z hərfinin şifrəsidir. Həm Z-nin, həm də L-in eyni anda şifrəsi 6 ola bilməz. Ona görə bura mən 6 heç vaxt yaza bilmərəm. Çünki 6 Z-yə məxsusdur, L-ə məxsus deyil. Deməli, B variantını atdıq. Həmçinin baxın, 0 fikir verin, F-in şifrəsidir. 0 F-in şifrəsi isə F xaric L də 0 ala bilməz. Ona görə C variantında atırsınız. Qalır tək variant kimi hansı variant? D variant. Həqiqətən baxın, 4-4 verə bilərəm. Çünki nə F, nə I, nə də Z. Onların şifrəsi 4 deyil. Ona görə rahatlıqla D variantı mənim pillə sözümün şifrəsi olur. İkinci sual da qəbula tez-tez düşən sual tiplərindən biridir dostlar. Bu sualda sadəcə sadə şəkildə düşünərsiniz. Yenə eyni simvolundan hərəkət etmiş olacaqsınız. Məsələn, birincidə belə bir ağ düzbucaqlını götürək. Görürük, ikincidə o, fikir verin, ikinci yerə keçib, üçüncüdə ən sona keçib. Məsələn, tutaq ki, elə belə deyim, burada S hərfini alıbsa, burada da S hərfini alacaq, burada da S hərfini alacaq. Çünki eyni bir simvol dedik, eyni şifrəyə məxsus olmalıdır. İndi, baxırıq. Məsələn, A variantında, indi hər birində dairə belə altına xətt çəkək ki, yerin bilək. A variantında fikir verin, S hərfi kimi şifrələnib. B variantında görürəm ki, baxın, A variantında daha doğrusu ikinci hissəyə keçid eləyəndə görürəm ki, həqiqətən düzbucaqlının, ağ düzbucaqlının yerində nə var? S hərfi var. Və fikir verin, son hissədə də düzbucaqlının yerində S var. Deməli, A variantında problem yoxdur, saxlayaq. B variantına keçsək, görürəm ki, düzbucaqlının yerində yenə S verilib. Amma baxıram ki, məsələn, burada ikinci yerdədir. İkinci yerdə bura B yazılıb. Ağ düzbucaqlının yeri bir dəfə S olub, bir dəfə B olub. Bu mümkün deyil. Deməli, B variantı səhvdir. Atırsınız. C variantına keçsiniz. Fikir verin, ağ düzbucaqlının yeri S'dir. Burada da S şəklində verilib. Burada da S şəklində verilib. Deməli, bunda da problem yoxdur. D variantına keçirəm. Ağ düzbucaqlının yerində S'dir. Burada da S'dir. Burada da S'dir. Problem yoxdur. Və Y variantına keçirəm. S'dir, S'dir, S'dir. Deməli, 4 dənə variantım qaldı. Keçirəm indi ikinci simvola. Qara düzbucaqlıya. İndi qara düzbucaqlıya keçəndə görürəm ki, onun hərəkət mexanizmi necədir?
İlk olaraq burada baxın ikinci yerdə dayanıb. Burada sondan 2-dədir. Burada da sondan 3-də və yaxud da başdan 4-dədir. İndi baxın. Məsələn, A variantında qara düz bucaqlı yerinə x verilib. Görürəm ki, ikinci hissəsində də fikir verin, sondan ikinci yerdə x var. Yəni qara düz bucaqlı yerində yenə x var. Və baxıram ki, sondan üçüncü yerdə də həqiqətən x var. Yəni A variantında yenə bir problem yoxdur. C variantına keçirəm. Görürəm ki, bizdə qara düz bucaqlı yerinə x verilib. Fikir versən, burada da x verilib. Baxın, burada da x verilib. Deməli, C variantında da problem yoxdur. D variantına keçirəm. Qara düz bucaqlı yerində x verilib. Burada da x verilib. Burada da x verilib. Yəni, burada da problem yoxdur. Amma Y variantına gəlirəm dostlar. Fikir verin, qara düz bucaqlı yerində x-dir. Amma baxın, burada qara düz bucaqlı sondan ikinci yerdə Y hərfinə təsadüf edir. Yəni, həm x, həm də E ala bilməz. Ona görə E variantını atmış olduq. Keçirik. Məsələn, üçüncü simvola. Üçüncü simvol görürəm ki, sağa baxan üçbucaqdır. Baxıram, burada ilk başa gəlib, burada da sondan ikinci yerə. Sağa baxanına əsasən hərəkət edəcəm. İndi baxıram, sağa baxana A variantında H hərfi uyğun gəlib. Görürəm ki, həqiqətən ikinci hissədə də H hərfi uyğun gəlir, sonda da H hərfi uyğun gəlir. Yəni A variantında problem yoxdur. C variantına gəlirəm. Sağa baxana fikir verən H hərfi uyğun gəlib. Həqiqətən burada da H hərfi uyğun gəlib. Həqiqətən burada da H hərfi uyğun gəlib. Və son olaraq D variantında da görürəm ki, sağa baxana həqiqətən H hərfi uyğun gəlir. Yəni bu üç variantın üçündə də problem yoxdur. Sonra məsələn keçə bilərsiniz sola baxan artıqlara. 4-cü, 6-cı və 1-ci yerdədir. Baxıram, 4-cü yerdə D-dir. Amma fikir verin, burada da 6-cı yerdə D-dir, burada da 1-ci yerdə D-dir. Yəni, burada problem yoxdur. Keçirəm, məsələn, C variantında da fikir verin, sağa baxana, sola baxana uyğun gələn D-dir, burada da D-dir, burada da D-dir. Yəni, bir problem yoxdur. Ən son D variantında da həqiqətən heç bir problem yoxdur. Məsələn, görürəm ki, burada da bu üçünə görə problem yoxdur. Artıq son ikisinə görə biz cavabı təyin eləmiş olacaq. Məsələn, bu çevrə buradadır. Burada gəlib üçüncü yerə, burada da ikinci yerə. Baxıram ki, çevrənin yerində B hərfi var. Burada da B var, burada da B var. Problem yoxdur. Amma C variantda problem olacaq. Burada B'dir, burada da B'dir. Amma burada baxıram ki, E hərfi uyğun gəlir. Bu da mümkün deyil. C variantını atın. Bu arada siz istəsəz, geridən gələrək də cavabı rahatlıqla tapa bilərsiniz. Sadəcə yenə biz tam dəqiq olaraq birə-bir yoxlayırıq ki, metod həm yadımızda qalsın, həm də rahatlıqla sualımızı tapmış olaq. İndi D variantında da görürəm ki, yenə çevrənin yerində B-dir. Burada amma çevrənin yerində E hərfidir. Deməli, D variantında da problem var. D variantında atdım, təkcə qaldı cavab kimi. Hansı variant? A variantı. Deməli, mənim doğru cavabım A variantıdır. Həqiqətən sonuncunu yoxlayın. Baxın, kvadrat buradadır, gəlib burada 4-ə, burada 3-ə. 6-dadır, 4-dədir, 3-dədir. Yəni A variantı tərtəmiz doğrudur. Belə dostlar, baxın, tapşırıq, şifrələrə aid bir tapşırığınız olacaq. Bunu da atdığımız PDF-də zaten görmüş olacaqsınız. Siz buradakı izahlara baxıb bu sualı da yazmış olacaqsınız. Yenə eyni simvolları, eyni müxtəlif simvolları, müxtəlif şifrələrə uyğun gəldiyini bilsəz, sualı rahatlıqla həll etmiş olacaqsınız. Keçək növbəti mövzumuza. Növbəti mövzumuz şəkil analiz mövzusudur. Bu arada burada izahı sözü görə bilirsiniz. Burada hər bir sualın izah linki və dəqiqəsi göstəriləcək ki, hər hansı bir problem yaşasaz, cəld onun üzərinə basarsınız və yaxud da onu axtararsınız, rahatlıqla sualı izahını görmüş olacaqsınız. Şəkil analizinə aid olan ilk sualda, baxın, şərt bu şəkildədir. Yəni, gördüyünüz bu çevrələr bir-birinə bağlar vasitəsilə birləşib. İkinci şəkildə isə həmin çevrələrin yerləri dəyişib. Sadəcə bilmirəm hansı hara gedib. Amma aralarında baxın bu xəttlər qırılmayıb. Məsələn, P R birləşibsə, burada da P R birləşəcək mütləq şəkildə. Burada N ilə R birləşidirsə, burada da birləşik olacaq. Yəni aralarında bağ etməyib. Sadəcə yer dəyişmə ediblər. İndi baxıram. Bu tipli suallarda baxın, edilməli olacaq şey hər bir çevrədən neçə xəttin çıxacağını qeyd etmək. Məsələn, P-dən baxın bir dənə xətt çıxır. Bir yazdım. R-dən 4 dənə xətt çıxır. 1, 2, 3, 4.
L-dən 1, 2, 3 dənə xətt çıxır. K-dan 1, 2 dənə xətt çıxır. M-dən 1, 2 dənə xətt çıxır və N-dən 1, 2, 3, 4 dənə xətt çıxır. Qeyd elədik. Və bunun eyni bir şeyi sol tərəfdə elədiksə, sağ tərəfdə də eləməliyik. Sağ tərəfdə baxıram 1 xətlidir, 1, 2, 3 xətlidir, 1, 2 xətlidir, 1, 2, 3, 4 xətlidir, sonra 1, 2 xətlidir və ən son 1, 2, 3, 4 xətlidir. Qeyd elədik bunlar. Bunları qeyd edəndən sonra baxın sol və sağ tərəfi qarşılaşdırırıq. Görürəm ki, mənim təkcə bircə dənə bir xətlim var. Yəni başqa bir xətti görmürəm. Deməli, məcbur artıq mənim burada yanında 1 yazdığım yerə kimi yazacağım? P-ni yazacağım. Çünki ondan başqa bir xətlim yoxdur. Ondan başqa bir xətti yoxdur deyə P rahatlıqla ora qeyd ediləcək. Və qeyd elədiyiniz hər bir çevrəni silin sol tərəfdən. Sildim. Həmçinin baxın, bircə dənə cəmi 3 xətlim var. Başqa 3 xətli yoxdur. Deməli, məcburən burada kimi yazacağım? L-i yazacağım. 3 xətli L-i. Baxın, X-in yerinə artıq L-i tapdım. B, D və A variantları getdi. İndi artıq 50 də tapdıq, üstdən xətt çəkək. Sonra görürəm ki, baxın, başqalarını artıq tapmaqda biraz çətinlik çəkirəm. Niyə? Çünki 2 dənə 2 xətti, 2 dənə 4 xətti var. Bəs nə edəcəm? Görürəm ki, P, baxın, bu xətt vasitəsilə kimə birləşib? R-ə birləşib. İndi burada da P bu xətt vasitəsilə kimə birləşəcək? R-ə. Niyə? Çünki biz nə dedik? Burada kim kimə birləşibsə, bağlar necədirsə, burada da eyni qalmalıdır. R-ə birləşdi. R-i qeyd elədim. Baxıram ki, R-in birləşdiyi bir xətlilərdən birini qeyd elədik. Yəni, bir dənə bir xətti var idi, qeyd eləmiş. 3 xəttini qeyd eləmiş. Bir 4 xətliyə, bir dənə də əlavə olaraq 2 xətliyə birləşir. İndi, R-in birləşdiyi, görürəm ki, 3 xətli buradadır zaten qeyd eləmişik. R-in birləşdiyi bu 2 xətliyə indi kimi yazacağım? Gəlib görürəm ki, R-in birləşdiyi 2 xətli K-dır. Deməli, Y-in yerinə K uyğun gələcək. Deməli, Y-in yerinə K-dır. Sonra görürəm ki, R-in birləşdiyi bu 4 xətliyə kimi yazacağım? Görürəm ki, R-in birləşdiyi 4 xətli də N-dir. Orada N-i qeyd eləmiş olacaq. Və görürəm ki, cəmi bir dənə dairəm qaldı, orada M təsadüf eləyəcək. Və baxıram ki, cavab kimi nə çıxdı? Y-in yerinə K, L, K. C variantı uyğun gəldi. Yəni, dostlar, çevrələrin hər birindən neçə xətt çıxdığını tapdıq. Sonra hər bir çevrədən sayca neçə dənə də onu bildik. Ondan sonra isə artıq sağ tərəfə ardıcıl şəkildə yerləşdirməyə çalışdıq. İkinci sual. Bu, şəkil analizinin digər tipidir. Bu tipli sualları biz bir neçə üsulla həll edə bilirik. Məsələn, ən sadə üsullardan biri qırmızı rəngdən görmək daha rahatdır deyə. Götürərsiniz, baxın, ilk olaraq şərt belədir. Burada bu ikisi üst-üstə gəlib bir dənə fiqur əmələ gətirir. Həmin fiquru biz, baxın, burada tamamlayacaq. Bəzi xəttlər burada verilib. Biz çatışmayan xəttləri isə burada çəkmiş olacaq. Yəni, baxın, indi fiquru görmək üçün götürəcəm sol tərəfdəkini sağdakının üstünə çəkəcəm ki, görüb fiqur nə əmələ gətirir. Sağ üstdə belə bir xətt var. Sonra belə bir diagonal var. Sonra görürəm ki, burada belə bir xətlər var. Sonra bir dənə bu hissədən belə bir xətt çatmış, bir dənə də aşağıda belə bir düz xətt. Yəni, fikir verin, bunun üzərinə çəkdiyim belə bir fiqur əmələ gəlir. Baxın, biz bu fiquru burada tamamlamaya çalışacağıq. Tamamlamaq üçün ayrıca burada çəkməyə ehtiyac yoxdur. Götürün, bunun üzərində elə çəkin. Görərsiniz ki, bizdə sağ tərəfdə belə bir xətt yoxdur. O mütləq şəkildə olmalıdır. Baxın, çünki var. Həmin xəttə çəksin. Deməli, mənim bu üstə gəldən sonra burada sual işarəsi olmalıdır, indi görünmür. Həmin sual işarəsindəki şəkildə sağ tərəfdə belə bir düz xətt olmalıdır. Amma baxıram ki, məsələn, B variantında həmin düz xətt yoxdur. C-də yoxdur. Deməli, bu ikisi səhvdir. Fikir verirəm, A-da da yarısı yoxdur. Qaldı cəmi 2 dənə variant. Gördüyünüz kimi artıq sadəcə bir dənə xəttə əsasən 3 variant getdi. Qaldı 2 variant. Sonra görürəm ki, baxın, o xətti çəkdim. Üstə görürəm ki, belə bir xətt olmalıdır tamamlamaq üçün. Çəkdim. Sonra, baxın, altda belə bir xətt olmalıdır tamamlamaq üçün. Sonra baxıram ki, sol tərəfdə də belə bir düz xətt olmalıdır. Amma baxıram ki, həmin o sol tərəfdəki düz xətt Y-də verilməyib. Deməli, Y variantda səhvdir, qalır variant kimidir. Və baxıram ki, çəkmədiyim bir dənə xətt qalıb, o da bu ortadan keçən düz xətt. Həqiqətən baxın, şəkli kənarda indi çəkin. Şəkil kənarda çəkəndə görərsiniz ki, ciddən də D variantındakı şəkil əmələ gəlir. Yəni, D variantı bu şəkildə tapırsınız. İkinci olaraq necə tapa bilərsiniz, dostlar?
Baxın, bəzi suallarda bu kömək eləyəcək sizə. Görürsünüz ki, burada belə bir xətlər verilib. Yadda saxlayın, burada olan xətlərin bir də sual işarəsində olmağına gərək yoxdur. Məsələn, belə bir diaqonal varsa, bizim artıq o diaqonala ehtiyacımız yoxdur. Məsələn, görürsünüz ki, Y variantı o diaqonalı çəkib. Deməli, Y variantı təmiz səhvdir. Sonra baxın, C variantda həmin diaqonalın yarısı çəkilib, aşağı tərəfi. B-də də həmçinin onun aşağı tərəfi çəkilib. A-da fikir verin, yuxarı tərəfi çəkilib. Qaldı təkcə bir dənə variant, D variantı. Bu bir üsul. Yəni, bu da digər bir üsul daha doğrusu. Birinci üsul zaten qeyd edilir, bu da ikinci üsul. Yəni, bu iki üsuldan istifadə edərək şəkil analizinə aid olan bu sualı həll eləmiş ola bilərsiniz. İndi məsələn, tapşırıqlarda da siz bir bu, bir də şəkil analizinin digər növü olan bu ikinci sualı həll eləmiş olacaqsınız. Yəni, bayaq istifadə elədiyimiz hər iki metodu siz də istifadə edin və sualların öhdəsindən gəlin. Keçirik bir digər mövzumuza, əməllər mövzusuna. Demək olar, məntiq mövzusunun, məntiq dərsinin ən təməl mövzularından biridir. Çünki bu mövzu başqa 2-3 mövzuya daha necə desək, köməkli göstərəcək bizə. Yəni, onları tapmaqda əməllər mövzusunun bilməyiniz köməkli göstərəcək sizə. İndi əməllər mövzusuna aid olan hər bir sualda siz çalışdığınız qədər rəqəmlərin, ədədlərin özəlliyindən istifadə edərsiniz. Məsələn, birinci sualda görürsünüz ki, nəticələrimiz var bizim və biraz böyük ədədlərdir. Böyük ədədlərdə isə deməli burada hasil tipli bir şeylər istifadə edə bilərik. Amma ondan öncə görürəm ki, mənim bu əməlimin sol və sağ tərəfində müəyyən qiymətlər yazıb və həmin qiymətə baxın. 25, 9, 64, 4. Sol tərəfə elə baxıram. Hamısı kvadrata yüksəlmiş ədədlərdir. Baxın, 25 5-in kvadratıdır, 9 3-ün kvadratıdır, 64 8-in kvadratıdır, 4-ün kubu deyirdim, 4-də 2-nin kvadratıdır. Fikir verin, hər hansı bir ədədin kvadratıdır. Baxıram ki, sağ tərəfdə də eynisidir. 6-nın kvadratı, 9-un kvadratı, 7-nin kvadratı, bu da 10-un kvadratı. Deməli, bunlar mənə kömək eləyəcək elə. Kvadrata yüksəlmiş ədədlərdir. Mən götürdüm, hər birinin hansı ədədin kvadrat olduğunu qeyd elədim. Bir də dostlar, əgər mən burada bir əməl icra elədimsə, eynisini burada da istifadə edəcəm. Bunların hamısında. Yəni, çünki hamısında əməl eynidir, nömrə əməlidir. Birində nə tətbiq elədimsə, hamısında da eyni bir şey tətbiq edilməlidir. İndi baxın, 25 və 36-dan 36'lar. Gördüm, 25 5-in kvadratı, 36 6-ın kvadratıdır. Baxın, 30 almaq üçün nə edərəm? Götürərəm bu 5-i, bu 6-ya vuraram. Yəni, nə edirlər? Götürürlər burada 25 və 36-nın kök altına salırlar. Buradan 5 çıxır, buradan da 6 çıxır. Həmin 5 ilə 6-nı vururlar, bir-birinə eləyir 30. Yoxlayaq. Baxın, tələsməyin. Hər birində yoxlamalısınız. Bu üçündə də yoxlayın. Üçündə də eyni qayda ödəyirsə, artıq bura tətbiq edin. Çünki bəzi suallar olacaq ki, sizi çaşdırmaq üçün ilk ikisində ödətdirəcəklər, burada ödəməyəcək. Aha, siz deyərsiniz, burada da yəqin ödənir. Burada da yoxlayasınız, cavabınız səhv çıxacaq. Deməli, birincidə ödədi. Yoxlayaq. 9 biləm ki, 3-ün kvadratdır, kökdən 3 çıxdı. 81 9-un kvadratı. Həqiqətən 3 ilə 9-un hasili 27-ni verir. 64 8-in kvadratıdır, 49 7-nin. Həqiqətən baxın, 8 vur 7 eləyəcək 56. İndi baxıram ki, hər üçündə həqiqətən ödədi, onu da burada tətbiq edirəm. 4 2-nin kvadratıdır, %10'un. 2 vurulsun 10 verəcək 20 qiymətini. Variant oldu A variantı. Əməllərə aid olan ikinci suala indi baxırıq. Baxın, ikinci suala fikir versək. Yenə sağ tərəf və sol tərəf var bizim dairənin. Həmin ədədlərdən istifadə edərək bu nəticələr ortaya çıxmış olur. Baxın dostlar, bərabərliyin sağ tərəfinə ilk olaraq fikir verməyinizi istəyirəm. Görürsünüz ki, bərabərliyin sağ tərəfində həmçinin cavabların baxın 4-ündə, 5-dən 4-ündə cüt ədəd verilir. Baxın, əsasən cüt ədədlər istifadə olunursa və buradakıların da hamısı cütdürsə, götürün bunları 2-yə bölün. 28 nəyin 2 mislisidir? 14-ün 2 mislisidir. 22 nəyin? 11-in 2 mislisidir. 32 16-nın 2 mislisidir. Fikir verin, hər biri 2-yə vurulan ədədlərdir. Baxıram ki, mən bu 14'ü sol tərəfdəki ədəd olduğunu görürəm. Bu 11 də fikir verin, sol tərəfdəki ədəddir. Bu 16 da sol tərəfdəki ədəddir. Əslində elə bu mənə deyir ki, deməli burada nə ediblər? Götürüblər,
Sol tərəfdəki ədədi 2-yə vurublar edir 28. 11 vurublar 2, 22. 16-nı 2-yə vurublar 32. Heç sağ tərəfdən fikir verin, heç istifadə edilməyib. Üçündə də eyni qayda tətbiq edilib deyə burada da tətbiq eləyək. İndi 15-in 2 mislini neçə eləyəcək? 30 edəcək. Cavab bu şəkildə olub C variantı. Deməli, əməllərə aid olan ikinci sualında izahı bu şəkildə oldu. Cavab da C. Baxın, siz də eyni məntiqdən istifadə edərək, baxın, bu sualı həll eləmiş olacaqsınız. İndi keçək fərqli bir mövzumuza. Şəkil ardıcıllığına aid olan bir mövzudur. Şəkil ardıcılığı, şəkil münasibətləri və ya da daha doğrusu şəkil analogiyası mövzusunun bir parçasıdır. Bu suallarda hər zaman şəkillərin özəlliyinə istifadə edirik. İlk olaraq bir şey deyim ki, şəkil mövzuları ilə əlaqəli bir şeylərdə şəkillər arasında münasibət necədirsə, heç bir zaman dəyişməyəcək. İndi bu sualı həll eləmək üçün biz iki metod istifadə edəcəyik. Birinci metod elə şəkillərə ayrı-ayrı baxmaqdır. Məsələn, görürsünüz ki, burada iki şəkil var. Bir belə bir üçbucaq var, bir də bucaq var. Birinci üçbucağa əsasən baxın. Məsələn, görürəm ki, üçbucaq yuxarıya baxır. Baxıram, ikinci şəkildə isə fikir verin, sağa baxır. Yuxarıya baxan bir fiquru sağa baxmağına kömək eləmək üçün biz onu 90 dərəcə saat əqrəb istiqamətinə döndərməliyik. İndi fikir verin, sağa baxır. Üçüncü şəkildə isə aşağıya baxır. Nə ediblər? Sağa baxan fiquru 90 dərəcə saat əqrəb istiqamətinə çevirirlər. Deməli, üçbucağın hərəkəti 90 dərəcə saat əqrəbi istiqamətindədir. İndi aşağıya baxan bir fiquru 90 dərəcə saat əqrəbi istiqamətində çevirsəm, bu avtomatik sola baxmış olacaq. Məsələn, C variantıdır, həmçinin D variantıdır bizə kömək eləyəcək. Amma Y-dir, sağa baxır orada, A-dır, yuxarıya baxır, B-dir, yuxarıya baxır. Bu variantlar səhvdir. Deməli, məndə qaldı cəmi 2-cə dənə variant. Ya cavab D-dir, ya C. İndi baxıram. Bucaq görürəm ki, necə hərəkət edir. İlk olaraq bu hissələri silir, rahat görmək üçün. Görürəm ki, bucaq aşağıya baxırdı. Fikir verirəm ki, burada artıq sola baxır. Aşağıya baxan bir fiquru sola baxdırmaq üçün 90 dərəcə saat əqrəbi istiqamətinə çevirməliyik. Sola baxır, baxıram ki, indi yuxarıya baxır. 90 dərəcə saat əqrəbi istiqamətinə çevir. Deməli, hərəkət 90 dərəcə saat əqrəbi istiqamətindədir. İndi 90 dərəcə saat əqrəbi istiqamətinə çevirsəm, bu avtomatik sağa baxmış olacaq. Həqiqətən fikir verin, D variantı o şəkildədir. Cavab elə D-dir. C-də isə sol yuxarıya baxır, bu səhvdir. Cavab qaldı D variantı. İkinci olaraq necə tapa bilərik? Baxın, üçbucağı zaten tapdınız. Fikir verin, üçbucaqla bucaq bir-birinə əks baxır. Bu yuxarıya baxanda bu aşağıya baxır. Bu sağa baxanda bu sola baxır. Nə bilim, bu aşağıya baxanda bu yuxarıya baxır. İndi bu sola baxırsa, digər mütləq sağa baxacaq. Heç o birinin hərəkətinə baxmamış cavab kimi D-nı götürə bilərsiniz. Bir də necə eləyə bilərsiniz, dostlar? Baxın, fikir verin. Birinci və üçüncü şəkil bir-birinə baxın. Sanki 180 dərəcə çevrilmiş bir şəkildir. Sanki deyəndə elədir. Çünki 90 dərəcə çevrildi bu, 90 dərəcə çevrildi bu, 180 dərəcə əmələ gəldi. Birinci və üçüncü şəkil, fikir verin, bir-birinin əksidir. Baxın, bu burada yuxarıya baxırdı, burada aşağıya baxır. Bu burada aşağıya baxırdı, bu burada yuxarı baxırdı. İndi deməli 2 ilə 4 də bu məntiqlə bir-birinin əksi olacaq. İndi bu sola baxırsa burada sağa baxacaq. Deməli bucaq bu şəkildə olacaq. Həqiqətən D variantındakı kimi. İndi bu sağa baxırsa bu tərəfdə sola baxacaq. Həqiqətən baxın sola baxır. D variantındakı kimi. Yəni bu da başqa bir üsuldur. Yəni 1 ilə 3-ü, 2 ilə də 4-ü bir qruplaşdırdıq. 180 dərəcə dönməyə əsasən tapmış olduq. Cavab oldu D variantı. İşarə eləyə bu şəkildə. İndi keçirik ikinci suala. Bu da şəkil ardıcıllığına aid olan başqa bir sual tipidir. Bu sualda dostlar çalışın yenə baxın şəkil ardıcılıqdır. Ümumiyyətlə şəkillərlə əlaqəli mövzuların hər birində dediyimiz kimi hər birinə ayrı-ayrı baxarsınız. Məsələn ilk olaraq X-in hərəkətinə baxaq. X-in hərəkətinə baxanda görürəm ki o ilk olaraq buradadır, sol yuxarıdır. Keçib fikir verin sol aşağıya. Baxın, keçib 4 dama hərəkət edib saat əqrəbi əksinə, keçib sağ aşağıya. 4 dama saat əqrəbi əksinə hərəkət edib, keçib sağ yuxarıya. 4 dama yenə əksinə hərəkət edib gəlib bura. İndi 4 dama da əksinə hərəkət eləsə, gələcək sol aşağı küncə. Baxın, yəni bu hissədə yerləşməlidir.
Baxıram ki, A-da, D-də, B-də və C-də o şəkildədir, amma Y-də yox. Y variantını atdıq. Baxın, X-in hərəkətinə görə artıq bir variant getmiş oldu. Sonra məsələn, qara kvadratın hərəkətinə baxaq. Qara kvadrat görürəm ki, buradadır. Bax, bir vahid hərəkət edib aşağıya doğru gəlib bura. Bir vahid də aşağıya doğru hərəkət edib gəlib bura. İndi bir vahid də aşağıya doğru hərəkət edib gəlib keçib. İndi bir vahid aşağıya doğru görür ki, hərəkət edə bilmir. Bitib. Ona görə qayıdır yuxarıya. Qayıdır yuxarıya bura. İndi bir vahid də qayıdacaq yuxarıya, keçəcək ortada ikinci hissəyə. Baxıram ki, B-də fikir verin. Ən yuxarıya keçib. B variantı səhvdir. Amma A-da baxın doğrudur. Üçüncü sütunda ikinci yerdədir. Baxıram burada da üçüncü sütunda ikinci yerdə. Amma D-də də baxıram ki, üçüncü sütunda deyil. İkinci sütundadır. Bu da səhvdir. D variantı da ona görə atıldı. Fikir verin, qaldı cəmi 2 dənə variant. A və C. İndi qaldı bir dənə dairənin hərəkəti. Baxın, dairənin hərəkətdə fikir versəniz, buradadır. Diagonal üzrə bir vahid hərəkət edib yuxarı bura gəl. Bir vahid hərəkət edib yuxarı gəlib bura. İndi bir vahid yuxarı hərəkət edəcək gəlib bura. Görür artıq yuxarıda yer yoxdur deyə qayıdır dala. Bir vahid aşağı hərəkət elədi, diagonal üzrə gəldi bura. İndi bir vahid də aşağı hərəkət edəcək, diagonal üzrə gələcək hara? Bu hissəyə. Yəni 3-cü sütunda 3-cü yerə. Baxıram ki, amma A variantı baxın, keçib ən sona. Bu səhvdir. Burada olmalıdır. Görürəm ki, C variantı həqiqətən tam istədiyim kimidir. Cavab oldu. Ona görə C variantı. Belə dostlar, baxın, şəkil ardıcıllığına aid olan bu sualı tapşırıq kimi siz həll eləmiş olacaqsınız. Yenə şəkillərin ardıcıllığına bir baxın. O şəkildə cavab ortaya çıxmış olacaq. Keçirik bir növbəti suala. Növbəti sualımız da şəkillərlə əlaqəli bir sualdır. Bu sual müstəvi fiqurlar mövzusuna aiddir. 4 yerə qatlanmış vərəqdə kəsiklər edilib. Fikrən vərəqi açın və uyğun olan cavab variantını seçin. Baxın dostlar, bu tipli suallarda bilməli olacağınız tək şey simmetriyadır. Bizə kömək eləyəcək odur. Həmçinin də ikinci bir yan qayda olaraq deyim, bayaq tətbiq elədiyimiz şəkil münasibətlərinə aid olan bir qayda. Şəkillər arasında münasibət necədirsə dəyişməməlidir. Bu iki qayda sizə kömək eləyəcək bütün cavabı təyin eləməkdir. İndi bunun üçün biraz qalınlığı azaldacağım. Qalınlığı azaltmaq üçün qələmə girək və bir damcı belə eləyək. Bu şəkildə, aha, əla, qalınlıq yaxşıdır. İndi görürəm ki, bizdə ilk olaraq ardıcılığa bax. Belə bir bütöv kağızım var. Fikir verirəm, sonra isə bu vəziyyətə keçib. Baxın, qırıq-qırıq xəttlər o deməkdir ki, bu tərəf qatlanıb aşağıya doğru. Yəni, qırıq-qırıq xəttlər şəklin qatlanmış hissəsidir. Qatlanıb ara doğru fikir verin, bura yığılıb hamısı. Yəni, yuxarıdan aşağıya doğru qatlanma var. Baxın, qatlanma güzgü əksi ilə inanlaşdır. Baxın, bu qat xəttinə əsasən burada olan şəkillərlə buradakı şəkillər bir-birinə simmetrik olacaq. Məsələn, bu sizə kömək edici cavab tapaqdır. Sonra nə ediblər? Aşağıda yığılıbdır bu dəqiqə kağız. Sonra görürəm ki, qırıq-qırıq xəttlərdən də görmək olur. Sağ tərəfə yığılıblar. Nə olub? Deməli, soldan sağa doğru qatlanma var. Yəni, bizim bu şəkil haradadır? Sağ aşağıdadır. Yəni, bu hissədə. Sağ aşağıda. Yəni, ayıra da bilərsiniz. Sağ aşağıda həmin şəklimiz var. Və dostlar, baxın, həmin şəklin yerini tapdım, sağ aşağıdadır. Şəkil əgər sağ aşağıdadırsa, mütləq şəkildə də, variantlarda da sağ aşağıda yerləşməlidir və eyni bir vəziyyətdə. O bayaq dediyim şəkil münasibətləri qaydası. Şəkillər arasında münasibət dəyişməməlidir. Yəni, görə bilirik ki, sağ aşağıda olan şəkil budur. Baxıram ki, burada olan fiqurlardan biri yuxarıda olan sağa baxır, aşağıda olan sol tərəfə baxır. İndi görürəm ki, mesela A variantında sağ aşağıda, yuxarıda olan sola baxır. Amma bizdə yuxarıda olan hara baxır? Sağa baxır. Baxın, şəkillər arasında münasibət bozulur. A variantını atdım. B variantında da baxın, yuxarıda olan sola baxır. B variantını atdım. C variantına baxıram, yuxarıda olan sağa baxır. Əla. Amma aşağıda olan sola baxmalı idi da. Aşağıda olan da sağa baxır. Deməli, C variantı da səhvdir. D variantında yuxarıda olan sağa baxır. Əla. Amma aşağıda olan da sağa baxır. O sola baxmalı idi. D variantı atdı. Qaldı cavab kimi Y variantı. Həqiqətən baxın, yuxarıda olan sağa baxır, aşağıda olan sola baxır. Yəni, heç mən simmetriya filan istifadə eləmədim. Sadəcə şəkil münasibətinə görə cavabı tapdım. Və yaxud da başqa necə taparıq? Götürərik, baxın, dedik, yaxı bu simmetriya xəttidir.
Cavabı zaten Y tapmışıq. Baxın, qatlanma xətti elə simmetriya xətti deməkdir. Bura ilə bura bir-birinə simmetrik olmalıdır. Ona görə həmin xəttə çəkirik. Görürəm ki, A variantında, məsələn, bu şəklin simmetriyası bu ola bilməz. Burada da bu sağ tərəfə baxmalıydı, sol tərəfə baxmalıydı. Amma baxıram ki, sağa baxır. Yəni, biri sola, biri sağa baxa bilməz bu xəttə əsasən. Simmetriya pozulur. B variantına baxıram. Görürəm ki, burada da simmetriya pozulur. Fikir verin. Aşağıda, yəni güzgüdən uzaqda bu sağa baxır, güzgüdən uzaqda onun simmetriyası sola baxır. Bir-birinə əks baxır, səhvdir. C variantında da görürəm ki, simmetriya pozulur. Elə hardan? Baxıram ki, güzgü dibində bir-birinə simmetrik deyirlər. Atdım. D variantına baxaq və Y variantına baxaq. Y variantında görürəm ki, simmetriya pozulmayıb. D variantında da simmetriya pozulmayıb. Deməli, onlarda problem yoxdur. Sonra qatlanma necə olub? Görürəm ki, bu xəttə əsasən olub. Yəni, aşağıda bu xəttə əsasən simmetriya olmalıdır. Tək aşağıda yox, yəni əslində bütöv şəkildə o xəttə əsasən simmetriya olmalıdır. Amma baxıram, məsələn, D variantında bir növ görmək də olar. Burada, məsələn, bunlar eyni bir dizgidə görünür. Amma burada fikir verin, dizgi pozulub. Eyni bir xətt üzərində deyil. D variantında, yəni simmetriya bir növ pozulmuş olub. Orada da bir problem var. Amma Y variantı həqiqətən baxın, simmetrik olaraq da bir-birinə nədir? Güzgü əksi qaydasını ödəmiş olur. Yəni simmetriya burada var və həmçinin şəkil münasibətləri də özünü qoruyur. Cavab kimi Y çıxmış olur. Keçirik ikinci sual tipinə. Müstəvi fiqurlara aid olan bu sual tipində isə biz verilmiş parçaları yığaraq variantlardan hansı doğrudur onu əmələ gətirməliyik. Baxın dostlar, verilmiş parçalar yığılır və bir variant əmələ gətirir. O variantı tapmaq lazımdır. Bu tipli suallarda qayda olaraq bilməli olacağınız bir neçə şey var. Bu suallarda biz simmetriya istifadə eləmirik. Yəni götürüb bunu baxın, döndərə bilərik, çevirə bilərik. Çünki biz bilirik ki, çevriləndə fiqur eyni bir şey əməlidir. Amma baxın, bunun simmetriyasından bundan istifadə eləməyəcək. Yəni bunu necə deyək, simmetrik şəkildə çevirməyəcək. Bu səhvdir. Və yaxud da bunu simmetrik şəkildə çevirib belə eləməyəcək. Yəni döndərə bilərik, amma simmetriya istifadə eləmiş olmayacaq. Bunu bilək. İkinci olaraq isə miqyası böyüdüb kiçiltmək. Yəni bunun ölçüsü nə boydadırsa elə eyni cürdə qalmalıdır. Bu iki qaydanı mütləq şəkildə tətbiq edin. Və sualları tapmaq üçün baxın, maksimum dərəcədə sadə düşünün. Fikir verin, bizim şəkillər əsasən əyri-üyrü xəttlərdən ibarətdir. İki dənəsi var ki, baxın, birinin sağ aşağı tərəfi düz bucaqdır, birinin sol aşağı tərəfi düz bucaqdır. Elə bunlar kömək edəcək bizə cavab tapmaq. Baxın, sağ aşağı tərəfi düz bucaqdır. Mən bunu çevirmirəm, döndərmirəm, heç nə eləmirəm. Sağ aşağı tərəfi düz bucaqdırsa, mən də variantlarda sağ aşağısı düz bucaq olanları saxlayıram. Görürəm, bir B variantı da sağ aşağısı düz bucaqdır. Bir də Y variantıdır. Digər variantlarda yoxdur. Ona görə baxın, götürün digər variantları atın başda. Məsələn, həmin variantlarda çəkməyə çalışsaq. Görürəm ki, bu şəkildə çəkilmiş oldu. Baxın, olduğu kimi çəkdim. Baxın, indi sol aşağıda da bu var. Sol aşağıda da ona əsasən çəksəm, yəni bu iki variantda şəkillər bu vəziyyətə gəlmiş olacaq. Məsələn, bunlar rəqəmlər 1, 2, 3, 4. Bu oldu dördüncü fiqur, bu oldu birinci fiqur. Fikir verirəm ki, 4 və 1 nömrəli fiqurları çəkmiş oldum. Baxın, nə döndərdim, nə çevirdim, olduğu kimi. Yəni, maksimum dərəcədə sadə düşündüm. Sonra baxıram ki, B variantında belə bir hissə qalıb. Mən o hissəni görürəm ki, burada heç bir şəkildən ala bilməyəcəm. Çünki məndə elə bir şəkil yoxdur. Deməli, B variantı da səhvdir. İlişirəm B variantı. Qalır cavab kimi Y variantı. Həqiqətən baxın, 2-ni çeviriblər 180 dərəcə. Çeviriblər, baxın, 2 gəlib, girib bura. Və 3 nömrə də qapaq kimi oturub bura və ev əmələ gəlir. Yəni, bir ilk olaraq baxın, maksimum dərəcədə sizin özünüzdür. Döndərmədən, çevirmədən olduğu kimi yerləşdirməyə çalışın. Ondan sonra isə artıq elə cavab özü birinə çıxmış olacaq, biruzə vermiş olacaq özü. Ona görə çalışdığınız qədər birinci maksimum dərəcədə sadə düşünün. İndi baxın, tapşırıqlarda bir bu sual tipinə əsas olan sual var. Bunu mütləq şəkildə yazırsınız. Yəni bayaqki qaydaları tətbiq edərək. Bir də digər sual tipinə əsaslanan, bu bir tərəfdədir. Digər sual tipinə əsaslanan bir sualdır. Bu vərəqi açıb bağlama. Bunu da mütləq şəkildə yazmış olursunuz. Keçək
tərəzilər mövzusuna. Bir növbəti mövzumuz deməli tərəzə mövzusudur. Tərəzinin mövzusu ümumiyyətlə məntiqin ən maraqlı mövzularından biridir. Bu mövzuda bilməli olacağınız tək şey, yəni tərəzilərin bərabərliyi, tərəzilərin münasibətidir. Onlar sizə bir növ kömək eləyəcək cavabı həqiqətən tapmaqda. Yəni tərəzilərin bərabərliyindən, tarazlıq vəziyyətindən, ağır, yüngül məsələsindən sualları həll eləmiş olacaq. Məsələn, birinci sualda deyil, qanuna uyğunluq müəyyən edin və uyğun variantı tapın. Baxın dostlar, bu tipli suallarda biz əvəz etmə, alt-alta və yaxud da çarpaz toplama istifadə edirik. İlk olaraq görürəm ki, tərəzilər hər biri tarazlıqdadır. Tarazlıqda olmaq nə deməkdir? Deməli, bunların qolları bir-birinə bərabərdir. Baxın, bizdən nəyi soruşur? 4 eli soruşur. Baxıram ki, o 4 elin ikisi buradadır, 2 dənəsi isə buradadır. Deməli, mən bunları alt-alta toplamalıyam ki, gəlib 4 el əmələ gətirim. Bəs alt-alta toplama niyə? Məsələn, 2 dənə tarazıda olan tərəzim var. Birinin qollarında 5 kiloqram olsun, birinin də 8. Tarazlıqdadır çünki dedik. İndi mən bunları alt-alta toplasam. Yəni, götürüb buradakı çəkini də bura əlavə eləsəm, buradakını da bura əlavə eləsəm, alt-alta topladım da, yəni bu öz altındakına, bu da öz altındakına gəldi. Burada 13 kiloqram əmələ gəlir, burada da 13 kiloqram əmələ gəlir. Yenə də fikir verirəm ki, tarazlıqda olan bir tərəzi yaranır. Deməli, 2 dənə tarazlıqda olan tərəzini alt-alta toplasam, yenə tarazlıqda olan bir tərəzi əmələ gələcək. Və yaxud da çarpaz toplamaya çalışsaq. Götürüb bunu bura yazsam, 5 gələcək bura. Bunu da bura yazsam, 5 gələcək bura. Çarpaz şəkildə topladım. Yenə baxın, 13 burada, 13 burada oldu. Deməli, fərq eləmir. Tarazlıqda olan 2 tərəzini alt-alta və yaxud da çarpaz toplasaq, yenə tarazlıqda olan tərəzi əmələ gələcək. İndi götürüb bunları alt-alta toplayıram. Məsələn, gətirirəm, alt-alta toplayıram. LV bura gələcək. Baxın, bəzilərimizin ən böyük xətalarından biridir. Bunu bura gətiririk, bunu unuduruq. Bu da gəlməlidir aşağı. Sağ tərəf sağ tərəfə gəlsə, sol tərəfdə sol tərəfə gəlməlidir mütləq şəkildə. Unutmamalıyıq. İndi görürəm ki, tərəzin sol və sağ tərəfində tarazlıqdadır, bərabərlikdədir. Biz də bilirik ki, bərabərlikdə sol və sağ tərəfdə eynələr olsa, onları islah edirik. Məsələn, sol və sağ tərəfdə görürəm ki, V var. Baxın, bu bir dənə V, buradakı V-lərdən birini apardı. Bax, bu bir dənə H, buradakı H-lərdən birini apardı. Görürəm ki, baxın, burada tək bir dənə H, 2 dənə də V qalır. Yəni, qalan nədir? H, V, V. Sağ tərəfdə də görürəm ki, 1, 2, 3, 4 dənə el qalıb. Yəni, 4 dənə el fikir verdim, 1 H, 2 dənə V-yə bərabər oldu. Elə cavab da, məndə də 4 eli soruşur deyə nə olur? H, V, V. Yəni, variant olaraq yeni tapmış olduq. Yəni, bu sualın həllini bu şəkildə müəyyənləşdirə bilərik. Keçirik ikinci tərəzi tipinə. Baxın, bu tipli suallar salxım sualları sayılır, salxım tərəzilər sayılır. Baxın, yenə maksimum dərəcədə sadə şəkildə düşünərək hərəkət edəcək. İlk olaraq bizə günəşin çəkisini verib, 8-dir. Baxın, 8-8-dirsə, ümumi olaraq bu qolda neçə kiloqram çəki oldu? 16 kiloqram çəki oldu. Deməli, buraya yazdım 16. Baxın, 16-dır. Zaten bu qol düzdür də. Düzlük də nə deməkdir? Tarazlıq deməkdir. 16-sa, deməli, bu qolda neçə olacaq? 16 olacaq. Onda bu 4 dənəsi 16-dırsa, bir dənəsi də olur 4 kiloqram. Deməli, hər bir oxun çəkisi oldu 4. Oxları tapdıq. Qaldı qara dairə. 16-16. Bir yerdə onda bu qolun çəkisi nə qədər olur? Toplayırsınız. 32 kiloqram olur. Və baxın, bu 32 kiloqramlıq deməli, nə var orada? Çəki var. 32-dirsə, baxın, xət düzdür. Deməli, tarazlıqdadır. Burada neçə olur? 32 olur. Onda 32 ümumi tərəzidəki çəkilərin cəmi nə qədər olur? 64 olur. İndi 32-dir. Baxıram ki, aşağıya düşəndə belə bir tərəziyə açılır. Qolları tarazlıqdadır. Qolları tarazlıqdadırsa, mən məcbur şəkildə onları bərabər eləməliyim. Ona görə 2-yə bölüm. 16-sı bura gəlir, 16-sı bura gəlir. Yəni, tarazlığa görə aşağıda 2-yə böldük. İndi 16-sa, ürəklərini hər biri onda 8 kiloqram olur. 16-dır, aşağıda tarazlıq var deyə 2-yə bölürsünüz. 8 bura gəlir, 8 bura gəlir. Görürəm ki, 5 bucaqlı da 8 oldu. İndi 8 isə 4 dənə qara dairə 8, onda hər biri 2 kiloqrama bərabər olacaq. İndi 4 çıxılsın. 2 neçə oldu? 2 kiloqram oldu. Cavab deməli bu şəkildə Y variantı çıxır.
İndi baxın, bu tarazlıq qaydalarına əsasən gördüyünüz kimi sadəcə tarazlıq söhbəti oldu bizim mövzumuz. Bu sualı da siz eyni qayda ilə həll eləmiş olacaqsınız. Zaten variantda olmalıdır bildiyim qədərilə. Variantlarda verilib, sualın öhdəsindən də gələcəyinizə inanıram. İndi keçək fəza fiqurları mövzusuna. Fəza fiqurları mövzusu əsasən kublarla əlaqəli olan bir mövzudur dostlar və qəbulun da olmazsa olmazlarındandır. Yəni hər il qəbula 2-3 ədəd düşür. Fəza fiqurlarına aid olan, baxın, bu ilk sual tipində sual işarələrinin yerinə hansı ədədlər yazılır, onu soruşur. Baxın dostlar, fəza fiqurlarında bilməli olacağınız qaydalardan biri qarşı üz söhbətidir. Məsələn, bir ev düşünün, otaq düşünün, bir otaqdasınız. Bu otağın, baxın, qarşı divarları var bir-birinə. Bir-birinə toxunmurlar, sadəcə bir-birinə qarşı-qarşı baxırlar. Sonra qarşı üzlərdən biri nədir? Tavanla döşəmə. Bunlar bir-birinə qarşıdır. Bir-birinə toxunmurlar. Amma hər bir divara baxın, məsələn, tavanı götürək. Tavan sağ, sol, arxa və ön tərəfdən divarlara birləşmiş olur. Yəni 4 dənə birləşdiyi üz olur. Bu şəkildə düşünək. Məsələn, bu bizim tavandır. Tavan, baxın, yuxarıdan, sağdan, aşağıdan və soldan nələrə birləşmiş olur? Başqa bir üzlərə, divarlara. Və bir dənə də bilirik ki, kubda 6 dənə üz olur. Bir dənə də əlavə üz olur. Bu da nədir? Həmin o tavana paralel olan üz, qarşı olan üz. Yadda saxlayın, qarşı üzlər arasında hər zaman bir dənə üz yerləşmiş olacaq. Məsələn, burada 7 və bir-birinə qarşı üzdür. Niyə? Aralarında bir dənə üz var, 3. Özünüz də təsəvvür edin, evdir. Evin tavanla döşəməsi bir-birinə qarşı üzdür. Düzdürmü? Onlar arasında məsələn sol tərəfdəki divar üz qalıb, bir divar qalıb, sol tərəfdəki divar. Sol tərəfdəki divardan sonra o istiqamətdə getsək, artıq nə gəlmiş olur? Döşəmə gəlmiş olur. Yəni tavanla döşəmə bir-birinə bir üz qədər məsafədə yerləşir. Yəni baxın 7 ilə 1 aralarında bir üz var, bir-birinə qarşıdır. Sonra məsələn 6 ilə 5 fikir verin. Bunlar yan üzdür. Bu tavan olsun, bu da döşəmə olsun. Aralarında yenə baxın 5-i bura gətirsəm neçə üz qalır yenə? Bir üz qalır. Baxın. Deməli bunlar bir-birinə qarşı üzdür. 6 ilə 5 bir-birinə qarşı üzdür. 7 ilə 1 bir-birinə qarşı üzdür. Həmçinin baxın 8 ilə 3 aralarında bir üz var deyə bir-birinə qarşı üzdür. Yəni bir-birinə qarşı üzləri tapdı. Və biz bilirik ki, bir-birinə qarşı üzlər bir-birinə toxunmur. Qonşu deyillər. Və yadda saxlayın, hər zaman bu qızıl qaydalardan biridir. Kubun bağlı şəklində biz 3 dənə üz görürük. Həmin o 3 üzdə heç vaxt qarşı üzlər eyni anda görünə bilməz. Yəni 6 burada varsa buralarda 5 yazıla bilməz. Bu mütləq qaydadır. Çünki bunlar bir-birinə qarşı üzdür. Qarşı üzlər bir-birinə paraleldir. Qonşu ola bilməz, birləşə bilməz. Baxın, amma bunlar fikir verin, bu 3 bir-birinə birləşib. Deməli qonşudurlar. Yəni bura 6 yazılsa, bu hissələrə 5 yazsam artıq mən sualı səhv eləmiş olacağam. İndi məsələn, qarşı üzlərə əsasən cavabı tapaq. Deməli, dedik qarşı üzlər bu sual işarəsində eyni anda görünməməlidir. Məsələn, 8 ilə 3 görünmədə eyni anda yazılıb. Deməli, A variantı səhvdir. Qarşı üzlər dedik, eyni anda görünə bilməz. Sonra baxın, məsələn, C variantı səhvdir. Niyə 6 ilə 5 qarşı üzdə, amma C-də bir yerdə verilir. Sonra məsələn, 7 ilə 1 qarşı üzdür bir-birinə, D variantda verilir. Y-də yenə 8 ilə 3 qarşı üzdür, amma eyni anda verilir. Atdım. Qaldı cavab kimi. Sadəcə B variantı. Bir növbəti sualımızda bizə deyir ki, ardıcıllığa əsasən növbəti kubu tapın. Baxın, biz bilirik ki, kubun 4 dənə yan üzü, bir yuxarı, bir də aşağı yaxıb. Yəni bir tavan, bir döşəməsi var. Məsələn, bura tavandır. Bu hissədə görünməyən hissədə isə döşəmədir. Məsələn, görürük ki, fikir verin, bu tavan elə yerində fırlanır. Yəni, bu artıq sizə deməlidir ki, bunu sanki sadəcə ya sağa ya sola doğru vururlar. Yuxarı aşağı doğru hərəkət yoxdur. Niyə, hardan bildim? Görəm ki, məsələn, bu sol tərəfdə olan üz gəldi, keçdi qabağa. Nə edirlər? Sağa doğru döndərlər. Hardan bilə bilərəm? Baxın, aşağıya baxırdı, sağa doğru baxdı. Yəni, bunu sağa doğru çevirdilər. Və yaxud da sağ təqəb istiqamətində döndərdilər. Sonra baxıram ki, həqiqətən sağa baxanı sağ təqəb istiqamətində döndərəndə
yuxarıya baxmış oldu. Və baxın, yenə sol tərəfdəki keçdi önə. İndi həmin kubu çəkməyə çalışaq. Bu şəkildə. İndi bu yuxarıya baxırdı. Saat əqrəb istiqamətinə yenə bir dəfə də döndərsəm, yuxarıya baxan hara baxacaq? Sol tərəfə baxmış olacaq. Və sol tərəfə baxanda fikir verirəm ki, baxın, bunun ağzı sola baxırdı. İndi hara baxacaq saat əqrəb istiqamətinə döndərsəm? Aşağı baxmalıdır ağız hissəsi. Aşağı baxmalıdır ağız hissəsi deyə F yəni bu şəkildə olacaq. Yəni, baxın, C variantında F fərqli cür dayanıb səhvdir. B-də baxın, kürək tərəfi səhv yerdədir. Kürək bu tərəfdə olmalı idi, səhvdir. D variantı tamamilə səhvdir, fərqli üzdür. Qaldı ya A ya da Y variantı. İndi baxıram ki, biz bilirik ki, bunu belə çevirəndə, yəni sağa doğru. Baxın, bu üz gəlib keçməlidir qarşıya. Qarşıya keçsə, baxın, bizdə belə bir çevrə olacaq qarşıda. Və variant kiminə yaranacaq? Y variantı. Bəs niyə 3 bucaq oldu solda? Başqa üz olmalıdır. Baxın dostlar. 4 dənə üz var dedik. 1, 2, 3, bu da 4-cüdür. Deməli, bu 4 üz xaric başqa üz olmamalıdır. İndi, üzərdən biri buradadır, digəri bu tərəfdə olmalıdır. Bəs o hansı üz olacaq? Baxın dostlar, bu 3 bucaq dönəndə ikinci şəkildə, baxın, hansı tərəfə keçəcək? Gəlib keçəcək bura. Bu dəqiqə 3 bucaq buradadır. Bir dəfə də döndərsən, bu keçəcək ən arxaya. Yəni, 3 bucaq bu dəqiqə buradadır. İndi bir dəfə də bunu çevirsəm, artıq bu hara keçəcək. Yəni, fikir verən, sağa doğru çevirsəm, arxadakı şəkil, yəni saat əqrəb istiqamətində çevirsəm, keçəcək ən sola. Yəni, 3 bucaq bu dəqiqə, baxın, bu hissədədir. Yəni, 3 bucağın buradadır. Həmin 3 bucaq Y variantında həqiqətən doğru şəkildə göstərilir. Yəni, bir dənə sağa doğru hərəkət elətdirdikcə bunu, sağa bura-bura, biz artıq kubun növbəti ardıcılıqda hansı versiyada olduğunda görmüş olduq. Variant oldu bu şəkildə nə? Y variantı. Və dostlar, siz bu suallara əsasən kuba aid olan bu tapşırıqda yerinə yetirmiş olacaqsınız. İndi keçirik növbətiyə riyazi məsələlərdən yaş məsələlərinə. Baxın dostlar, yaş məsələləri əsasən bizim qorxulu yerlərimizdən biridir. Sadəcə yaş məsələləri, ümumiyyətlə riyazi məsələlər burada elə sualın həlli cümlədə gizlidir. Yəni şərtdədir. Siz orada hər birini detallı şəkildə incələsiniz, həqiqətən cavabı rahatlıqla çatmış olacaqsınız. Məsələn, deyir ki, ana ilə 3 uşağın yaşları cəmi 40-dır. Yəni, ümumilikdə 4 nəfər var ki, 4 nəfərin yaşları cəmi neçədir? 40-dır. Cəm bu dəqiqə 40-dır. 4 nəfərin yaşları cəmi 40-dır. Deyir, neçə il sonra ana ilə uşaqlarının cəmi 64 olar. Yaşları cəmi 64. Ana ilə uşaqların sayı 3-dür. Yəni, yenə 4-ünün yaşları cəmi neçə olar? 64 olar. Baxın dostlar, mən tutaq ki 23 yaşındayam, bir nəfər də 21 yaşındadır. Baxın, bir yerdə bizim 23, 21, 44 yaşımız var. Baxın, 6 il sonra həm mənim yaşım artacaq, həm də onun yaşı artacaq. Mən olacam 29, o olacaq 27. Və bir yerdə yaşımızın cəmi olacaq 56. 44 idi, 56-ya qalxdıq 6 il sonra. Yəni, yenə təkərləyəm. 2 nəfərdir, birimiz 23 yaşayaq, birimiz 21 yaşayaq. Cəmlədim 44 oldu. 6 il sonra mənimlə yaşım artacaq, mən 29 olacaq. Onun da yaşı artacaq, o 27 olacaq. Və bu dəfə yaşlarımız cəmi 56 olacaq. Və arada fərq neçədir? 12-dir. Fikir verin. Baxın, amma mən neçə il dedim? Cəmi 6 il sonra dedim. Necə oldu 12 oldu? Çünki biz neçə nəfərik? 2 nəfərik. İkimiz də eyni anda 6 yaş artmış oluruq. Ona görə 6 vurulsun 2, yaşımızın cəmi 12 vahid artacaq. İndi burada da 4 nəfərdir. Yaşları cəmi 40-dan 64-ə qalxıb. Elə bu bizə kömək edəcək. İlk olaraq mənə lazımdır ki, yaş cəmi nə qədər artıb? 24 yaş artıb. 24 cəmdə yəni fərq 24-dür. İndi bu 24-də yəni 4 nəfərin artımı var da, ana və 3 uşaq. Ona görə həmin 24-ü götürüb 4-ə bölərsiniz. Deməli, neçə il sonra? 6 il sonra bunların yaşları cəmi neçə olacaq? 64 olacaq. Yəni, sadəcə sadə şəkildə düşünün. 2 nəfərdən qısa, balaca bir örnək götürün, orada tətbiq edin, sonra başa düşün. Burada tətbiq elədik, gördük ki, 6 yazılmasına baxmayaraq, 2 nəfər dedik deyə 6 vur 2,
yaş artımı cəm artımı 12 olacaq. İndi burada 4 nəfər olduğu üçün 40-dan 64-ə 24 artıb. Bu da 4 nəfərin təsiridir. Onda 1 nəfərin təsiri neçə olacaq? 24 bölsün 4, 6. Həmin 6 da elə ili göstərmiş olacaq. Deməli 6 il sonra yaşların cəmi olacaq 64. İndi keçirik ki, deyir Səmədin yaşı Nicatın yaşının 2 mislindən 5% çoxdur. Baxın dostlar, o saniyə qeyd edirik. Səməd, bir də Nicat. Baxın, Səmədin yaşı deyir ki, Nicatın yaşının 2 mislindən 5% çoxdur. Baxın, Nicatın yaşından çoxdur. Deməli, Nicat x-dir. Və Səmədin yaşı Nicatın yaşının 2 mislindən, x yox, yəni 2 mislindən, 2x. Bu 2 mislindən 5% çoxdur. Çoxdur deyə üstə gəl 5 yazırsınız. Yəni, Nicatın yaşının 2 mislindən 5% çoxdur. Bu şəkildə göstərilir. Sonra deyir ki, onların yaşları cəmi 53 olduğuna görə. Deməli, bunları toplayanda yaşları cəmi neçədir? 53-dür. Səməd neçə yaşındadır? Topladım. 2x-dən x 3x-dir. 5 digər tərəfə keçəndə mənfiləşir. 53 çıxılsın 5, yəni 48. Deməli, 3x 48 isə x olacaq 16. Deməli, Nicatın yaşı neçəymiş? 16 imiş. Nicat 16-dırsa, Səməd olacaq. Elə götürün 53-dən 16 çıxın, eləyəcək 37. Həqiqətən yoxlayın. 2 vurasın 16 plus 5. 2-nin 16-ya vuranda 32, üstünə 5 gələndə ciddən də 37-ni verir. Deməli, variant oldu C. Səmədin yaşı 37 oldu. İndi bu məntiqlə də siz, dostlar, bu sualı həll eləmiş olacaqsınız. Görün, neçə il sonra uşaqların yaşları cəmi atanın yaşına bərabər olar. İndi keçirik işçi hovuz məsələlərini. İşçi hovuz məsələləri yenə yaş məsələləri kimi sadə olan mövzulardan biridir. Sadəcə bunu yenə dediyim kimi özünüz elə sualda qeydlər apararaq, o saniyə qeydlər apararaq elə sualı diqqətli şəkildə oxuyaraq həll eləmiş olacaqsınız. Yazır ki, A borusu boş hovuzu 4 saatda doldurur. Deməli, A borunu 4 saatda doldurur. 4 saatda doldurursa, yadda saxlayın. Boru tamıdır da, tamı hər zaman 1 ilə göstəririk biz. 4 saata bir dənə çən dolur. Onda mənə maraqlıdır, 1 saata bu çənin neçə hissəsi dolacaq? Heç nə götürün, deməli 4də 1 hissəsi dolmuş olacaq. Çünki 4 saata bir dənə çəni doldurur, 1 saata da 4də 1-ini doldurmalıdır. Həqiqətən baxın, 4 saata 1 saatlıq işi vursam, həqiqətən də tam bir dənə çən dolmuş olur. Yəni bunu da sadə düşünün, 1 saata görülən işi tapmaq üçün götürərsiniz, tam işi bölərsiniz saata, 1 bölünsün 4-ə. Deməli, 1 saata 4də 1 iş görür. 4də 1 doldurur. Bu doldurandır. Sonra deyir ki, B borusu isə eyni hovuzu dolu ikən 12 saata boşaltır. Deməli, B borusunun işi 12 saata boşaltmaqdır bir dənə tam hovuzu. Və bilirəm ki, tək başına, yəni 1 saata da bu necə eləyəcək? 1-i böləcəm 12-yə. 12də 1 su boşaltmış olur. Yəni çənin 12də 1-ini boşaltmış olur. Yəni bu boşaldır, bu isə doldurur. İndi deyir ki, hovuz boş ikən 2 boru eyni anda açılırsa, hovuz neçə saata dolar? Baxın, hovuz boş ikən eyni anda 2 boru açılsa, hovuz neçə saata dolu olar? Bizdən bunu soruşursa, bilirəm ki, A hovuzu doldurur. Yəni mən ilk olaraq bilməliyəm ki, görürsən bunlar 1 saata hansı hissəsini doldurur? Götürəm 1 saatlıq işlərin. A-da 4də 1-dir, B-də 12də 1-dir. Sadəcə bilirəm ki, A borusu doldurur deyə bu müsbət olmalıdır. Bu çünki üstünə gətirir. Amma B borusu nə edir? Boşaldır. Deməli, bu çıxmalıdır. B borusu dolan suyu boşaldır. O mənfi iş görür. Ona görə B borusu mənfi iş görür deyə onu çıxma işarəsində istifadə elədik. Yəni, A borusunun işindən çıxırıq B borusunun işi. Görək bundan 1 saata nə qədər iş görülür. Orta məxrəc 12-dir. 12-ni 4-ə bölsəm 3, vururam 1-ə 3, çıxılsın 1. Eləyəcək 12-də 2, yəni bu da 6-da 1. Deməli, 1 saata 6-da 1 hissəsi dolmuş olacaq. Onda məntiqən bunu tərsə çevirin, 6 saata da tam olaraq hovuz dolmuş olacaq. Yəni tam dolması üçün bir dənə tərsini çevirərsiniz, 6-da 1-in tərsi də 6-dır. Cavabı da onun kimi təyin eləmiş olacaqsınız. İkinci sualdadır. Kitabxana üçün kitab cildləmək lazım idi. Emalatxanalardan biri kitabları 12, digərisi 24 günə cildləyə bilir. Emalatxanaların birlikdə kitabları neçə günə cildləyər? İndi deyir ki, baxın, emalatxanalardan biri 12 günə cildləyirsə, bir günə
12-də 1 hissəsini cildləyəcək. Yəni 12-də kitabların ümumi 12-də 1-ini cildləyəcək. Digəri 24 günə cildləyirsə, bir günə 24-də 1 hissəsini cildləyəcək. İndi ikisi bir günə onda 12-də 1 üstə gəlinsin 24-də 1 kitab cildləyəcək. İndi orta məxrəc 24-dür. 24 bölü 12 2 vur 1 2 üstəcə 1 eləyəcək 24-də 3. Bu da nə deməkdir? 8-də 1. Deməli bir gündə bunlar 8-də 1 hissəsini cildləyəcək. Onda tərsə çevirək 8 günə bütün kitabları cildləmiş olacaq. Variant kimi ona görə də A-nı götürürsünüz. Sonra artıq bu tapşırığı siz həll eləmiş olacaqsınız. Yenə yuxarıda izah elədiyimiz qaydalara əsasən həll edin və öhdəsindən də rahatlıqla gələcəyinizi düşünürəm. Keçirik növbətiyə riyazi məsələlərdən səhifə nömrələmə məsələləri. Deyək, kitabın səhifələrini birdən başlayaraq səhifələyərkən 189 rəqəmdən istifadə edildi. Kitab neçə səhifədən ibarətdir? Baxın dostlar. Bizim kitabın səhifələri birdən başlayaraq səhifələnib. İlk olaraq, yadda saxlayın, səhifələmədir. Ümumiyyətlə, bilməli olacağınız bir şey var. Biz 1-dən 99-a qədər ədədlərdə neçə dənə rəqəm istifadə olunub onu tapmaq istəyirik. Bilirəm ki, bu 1-dən 99-a qədər ədədlərdən arasında bir rəqəmli olanlar var, 2 rəqəmli olanlar var. Bir rəqəmli olanlar 1-9 aralığıdır, 2 rəqəmli olanlar 10-99 aralığıdır. Baxıram ki, 1-dən 9-a qədər bir rəqəmli ədədlərdə ümumi neçə dənə rəqəm istifadə olunub. İstəsiz barmaqla sayırsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənədir. 9 dənə rəqəm istifadə olunub. Amma bunu biz riyazi olaraq tapaq, həmçinin digərlərində də tətbiq eləyəndə eyni şeyi də ciddiyə. Tam başa düşmək üçün bu şəkildə edəcəyik. İlk olaraq mənə maraqlıdır. Görürsən, bu 1-9 aralığında neçə dənə rəqəm var, neçə dənə ədəd var və yaxud da. Baxın, 1-9 aralığında ədəd tapmaq üçün böyükdən kiçiyi çıxarsınız və üstünə 1 gələrsiniz. 9 çıxsın 1, 8 plus 1, 9 dənə deməli bir rəqəmli ədədim var. İndi bir rəqəmli deyirəm, deməli 9-u nəyə vurmalıyam? Hər rəqəmdə bir dənə rəqəm istifadə olunur. Hər ədəddə bir dənə rəqəm istifadə olunur. Ona görə 9-u 1-ə vuracam, deməli bir rəqəmlərdə ümumi istifadə edilən rəqəmlərin sayı olacaq 9. Buna ən yaxşısı ikincisində başa düşəsiniz. Niyə? İlk olaraq 10-99 aralığında neçə dənə ədəd var onu tapaq. Böyükdən yenə kiçiyi çıxırıq, üstünə 1 gəlirik. Bu şəkildə tapırıq. 90 dənə ədəd var. İndi 90 dənə deməli 2 rəqəmli ədədim var. Bax, 2 rəqəmli deyirəm. Deməli 90-ı nəyə vurmalıyam? 2-yə vurmalıyam. Ümumilikdə neçə dənə rəqəm istifadə olunur? 180. İndi 1-dən 9-a 9 dənə, ondan 99-a 180. Ondan 1-dən 99-a ümumi nə qədər oldu? 9-a da 180, 189 dənə rəqəm istifadə olundu. Deməli, bunun cavabını tapırıq Y variantı kimi. Məsələn, bu 189 rəqəmdə 0 var, 1 var, 2 var, 3 var, 4 var, 5 var, 6 var, 7 var, 8 var, 9 var. İndi 0 neçədəndir, 1 neçədəndir, 2 neçədəndir. Baxın, istifadə olunan rəqəmlərdən cəmi 9-u 0-dır. Qalanları isə 20 ədəddir. İndi deyəcəm niyə? Məsələn, aralarına hərəsindən bir dənə nümunə götürəcəm. O şəkildə başa düşəsiniz. Elə sıfırlardan zaten bir dənə odur da 9 sayda olan. Yazsaq 10 var, 20 var, 30 var, 40 var, 50 var, 60 var, 70 var, 80 var, 90 var. Yəni fikir versə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə ədədim var. Həqiqətən 9 dəfə istifadə olunur. Məsələn, aralarında 1-i götürək. Bilirəm ki 1, 1-də, 10-da, 11-də, 12, 13, 14, 15, 16, 17, 18, 19, 21, 31, 41, 51, 61, 71, 81, 91. Bu ədədlərdə istifadə olunur. Baxın, istifadə olunan birlərin sayı. Ya və yaxud da fikir versək, 1, 2, 3, 4 dənə 1 istifadə olunub artıq. Baxın, burada 2 dənə 1 istifadə olunub. Ona görə bu 2 dəfə saydır. Baxın, biri burada, ikincisi burada, 3 burada, 4 burada, 5 burada, 6 burada, 7 burada, 8 burada, 9 burada, 10 burada, 11 burada, 2, 13, 14, 15, 16, 18, 19, 20 dənə 1 istifadə olunub. Baxın, eynisi digərlər üçün də keçərli. 2 də 20 dəfə istifadə olunub, 3 də 20 dəfə istifadə olunub. Ümumiyyətlə, sizdən soruşsa ki, 1-dən tutaq ki, 99-a kimi
ədədlərdə neçə dəfə bir rəqəmindən istifadə olunub 20 götürərsiniz. 11-i 2 dəfə sayarsınız. Amma indi bizə soruşsa ki, desə ki, 1-dən 99-a kimi ədədlərdə neçə dənəsində bir rəqəmindən istifadə olunub. Baxın, ədədlərin neçə dənəsində birdən istifadə olunub. Baxıram ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, cəmi 19 dənəsində istifadə olunub. Baxın, neçə dənəsində istifadə olunub desə, sayın bir vahid azaldarsınız, 19 kimi düşünərsiniz. Amma desə ki, neçə dəfə istifadə olunub, onda 20 kimi düşünərsiniz. Bir dənə bunu yadda saxlasınız, cavabı təyin edilmiş olacaqsınız. İndi keçirik səhifə nömrələmə, kitab nömrələmədə ikinci suala. 23-dən 86-ya qədər ədədən yazıcında neçə 7 rəqəminə istifadə olunur? Baxın, sadə düşünüb birinci götürüb bütün 7 istifadə olunan ədədləri yaza bilərsiniz. Baxın, bu yollardan biridir. Yəni bu yol səhvdir. Götürüb yazarsınız və hətta qəbulda bunu istifadə eləməyinizi də məsləhət görürəm. Sadəcə bunu eləyərkən diqqətli olacağınız bir şey var. 77 ədəd. Baxıram ki, başqa yoxdur. Yəni neçə 7 rəqəmindən istifadə olunur? Neçə 7 rəqəmindən istifadə olunur? Yəni istifadə olunan 7-lərin sayı lazımdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, baxın 14, 15, 16 dənə. Cavab kimi B variantını götürəcəm. Amma desək ki, neçə dənə ədədin yazışında 7 istifadə olunub, onda 77-ni bir dəfə sayacağım. Bu say olacaq bir vahid az 15. Amma məsələn, mən bunları saymamış və sürəti necə taparam? Biz gördük ki, 1-dən 99-a kimi aralıqda 20 dənə 7 rəqəminə istifadə olunub. Bunu bilirik. İndi bizdən 23-86 aralığını istəyir. Birinci mən bu aralığa daxil olmayan 1-dən 22-yə, bir də 87-dən 99-a kimi istifadə olunmayan 7-lərin sayını tapmaq istəyirəm. Yəni 7 istifadə olunmayan ədədləri. Burada baxıram 7 var, bir də 17 var. Burada 87 və 97. Ümumi neçə dənədir? 4 dənə ədəd həmin intervala daxil deyil. Onda daxil olanların sayı neçə olacaq? 20 çıxsın 4 verəcək 16 qiymətini. Yəni bu şəkildə də sürətli tapmış ola bilərsiniz. İndi bu məntiqdən istifadə edir dostlar. Bu sualın da öhdəsindən gələrsiniz. Belə dostlar, inşallah ki bu video sizin üçün faydalı olmuşdur. Növbəti video dərslərimizdə görüşmək ümidi ilə Allah amanında. Uğurlar hər birinizə.